Deməli, Weyl teoremində uşaqlar, birinci məsələn biz belə bir şey deyək də, x kvadratı üstəgəl px üstəgəl q. Hamının fikri burada. Üstəgəl q. Bərabərdir 0. Burada nə edirik? x1-i vurur x2-yə, bərabər edirik nəyə? Mənfi p-yə. x1 üstəgəl, x1 daha doğrusu üstəgəl. Burada bir dəqiqə mənfi p deyil. x1 x2-yə vuranda q-yə bərabər edirik. Q-müz də hər hansı misalda bilmirik də nə olacaq. x1-i bu toplanmasıdır. x1-i də vuranda x2-yə bərabər edirik mənfi p-yə. Vurulması mənfi p-dir, q-dir. Deməli, x kvadrat üstəgəl px üstəgəl q bərabərdir 0. x1-i x2-yə vuranda q-yə bərabər edirik. Q də hər hansı bir rəqəm ola biləcək. x1 ilə x2-ni toplayanda isə mənfi p-yə bərabər edirik. Və burada nə edirik? İndi biz burada bilməliyik ki, x1 nədir, x2 nədir? x1-i tapanda nə edirik? Bunlar hamısını uşaqlar düsturları yazarsınız, düsturlarınıza, dəftərinizdə. Yaxşımı? İndi burada nə edirik? x1-i tapanda yazırıq mənfi p çıxılsın. Kök altda d. Düzdürmü? Bölünsün 2-yə. x2-ni tapanda bərabərdir. x2-ni tapanda mənfi p üstəgəl kök altda d bölünsün 2-yə. Yəni x1 ilə x2-ni bu üsulla tapırıq. Sonra bura kimi aydındır. Sualı olan yoxdur bura kimi. Hayır. Aha. İndi gəldik digərinə. İndi misalda bunu neyinirik? Bu düsturları bilməklə biz həm burada x1-i tapmış olacaq, həm x2-ni tapmış olacaq, həm də x1 vur x2 q-ni tapacaq və burada kök altda d olan hissələrdə isə d-ni tapmış olacaq. İndi nə edirik? Gəlin bunu misal üzərindən izah edək. Məsələn, deyirəm ki, x kvadratı çıxılsın 9x üstəgəl 20 bərabərdir 0. Bu belə deyim, bu tənlikdə. Weyl teoreminə görə x1 ilə x2 və x1 bərabər olacaq nəyə? x1-i necə taparıq? x1, daha doğrusu x1 ilə, burada x1 ilə x2-nin cəmi nə eləyəcək? x1 ilə x2-nin cəmi mənfi p eləyəcək. Yəni mənfi 9, düzdürmü? Mənfi p. Mənfi p, bu da mənfi 9, müsbət 9 eləyəcək. x1 üstəgəl x2 eləyəcək müsbət 9. x1 vur x2. Bu nə verəcək uşaqlar? Bu da verəcək bizə müsbət 20. Yəni q verir daxı. Ona görə müsbət 20. Aydındır? Məsələn, mənə desə ki, Weyl teoreminə görə tapın, x1 üstəgəl x2 tapacam mənfi 9, x1 vur x2 bərabərdir 20. Və yaxud da gəlin bir dənə başqa bir misal götürək. Yazaq tutaq ki, x kvadratı çıxılsın 11x üstəgəl 10 bərabərdir 0. Yazsa ki, mənə Weyl teoreminə görə tapın. Bu yuxarıdakı düsturları yazdığıma görə istəsəz skrin eləyin, dərsdən sonra köçürə bilərsiniz. Yuxarıdakı düsturları bildiyimə görə nə edirəm? Weyl teoremində hansı idi? x1 vur x2 idi. x1 vur x2 q idi də, düzdürmü?
P olduğuna görə nə verəcək? 10 x1 üstəgəl x2 x1 üstəgəl x2. Bu da mənfi P idi. Mənfi P o demək deyil, mənfi 11 yazırıq. Mənfi P də mənfi 11-dir. Yəni bu da eləyəcək müsbət 11. Yəni cavab 10 və 11. Aydındır? Sonra, yəni tapşırıqları bu yolla tapa bilərik. Birinci dərsimiz bitdi, yekunlaşdı. Video dayandıra bilərsən.